Zelenski ilə Putinin diplomatları Ankarada bir araya gələcək. Tarix bəlli oldu. Rusiya və Ukrayna nümayəndələri aprelin 15-i 16-sında Türkiyədə görüşəcəklər. Report CNN Türkiyə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Görüş çərçivəsində Qara Dənizin təhlükəsizliyinin müzakirə olunacağı gözlənilir. Nümayəndə heyətinə kimlərin rəhbərlik edəcəyi məlum deyil. Aprelin 15-i 16-sında Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının qərargahında Rusiya və Ukrayna arasında mümkün atəşkəs fonunda Qara Dənizdə təhlükəsizlik məsələləri ilə bağlı toplantı keçiriləcək. Xarici ölkələrin hərbi nümayəndələrinin iştirakı ilə Qara Dənizdə sülhün qorunması üçün hərbi planlaşdırmanın dəniz aspekti müzakirə olunacaq deyə məlumatda vurğulanıb.